Muxtar Qasımlı kimdir bilirsiniz? Yox, Muxtar Qasımlı bilir, mən kiməm? Bir daha Allah'ın salamı olsun hər kəsə. Allah hər birinizi var eləsin. Yaqın ki görüntüləri izlədinmi? Mən buradan sənə bir söz demək istəyirəm. Bilmirəm kimsən. Şükür Allaha, Azərbaycan xalqı şəhidin tanıyır. Muxtar Qasımlı bizim şəhidimizdir, bizim qəhrəmanımızdır. Nə qədər ki qəhrəmanlarımız var ha, onlar kimi də Muxtar Qasımlıdır. Azərbaycanın vətən müharibəsindən qabaqda bayrağın ucalarda qaldıran bir qardaşımızdır. Amma sən kimsən? Sən kimsən də oturmusan bir dənə sən bilsən kimsən? Hazır yev ortalıqda gəzənsən, ona görə tanımırsan. Bugünkü günü hər bir Azərbaycan vətəndaşının, bütün şəhidlərimizin onların üstündə haqqı var. İçi mən qarışır. Bugünkü günü sənin kimiləri, sənin kimi xanımcıqlar var ha, hazır yev ortalıqda gəzənlər. Ona görə siz bugünkü günü bizim qəhrəmanlarımızı, bizim şəhidlərimizi bəli tanımayasınız. Çünki onların qanı sənin kimi xanımlara haram olsun. Haram olsun, çünki insan əsəb keçirdir. Sən bugünkü gün o maşında oturub, bu torpağın, bu vətənin üstündə gəzirsənsə, maşını sürürsənsə, həmən oğlanların, həmən qardaşların sayəsində gəzirsiniz. Qazilərin, veteranların sayəsində gəzirsiniz. Onlar canlarından keçib ki, bugün sənin kimi insanlar bu sözləri deməsin. Bugünkü günü heç kim dana bilməz. Bugünkü günü hamımızın, belə deyim, üzülü saniyə əsəbləşirən belə şeylər görəndə, onların bizim üstümüzdə haqqı var. Onların bizim üstümüzdə haqqı var. Bugünkü günü şükür Allaha, yenə deyirəm, Azərbaycan xalqı öz şəhidin, öz qəhrəmanın, öz qazisini tanıyır. Tanımayanlarda problem var. Sənin kimi insanlarda problem var. Amma bugünkü günü sən kimsən, biz səni tanımırıq. Səni heç Azərbaycan xalqı da tanımır. Allah bilir sən haralısan, hardan gəlirsən. Çox ayıb olsun. Çox ayıb olsun ki, sən o sözləri işlətsən. Kim olursan ol. Bir Azərbaycanlı, bir şəhidin, bir qəhrəmanın tanımırsa, sən Azərbaycanlı deyilsən. Bu qədər deyirəm. Allah hər birinizi var eləsin. Yenə hər zaman deyirəm, Allah ölkəmizi qorusun, Allah dövlətimizi qorusun, Allah ölkəmizin qeyrətli kişilərin, qeyrətli xanımların qorusun. Problemli insan onsuz da problemlidir. Ağzına gələni, gözünə görkəni danışacaq. Özünüzdə müğayyət olun.